Selection mövzusunda biraz da dərinə gedək. Növbəti mövzu Magic Wand və Quick Selection. Magic Wandla başlayaq. Sehirli çubuq Selection qrupunda bizim üçüncü, belə deyək ki, ailə. Hotkey ilə elə bir dəfəlik başlayaq. W-nu basanda istənilən alətdən avtomatik bizi bu qrupun içinə atacaq. Klaviaturada W-nu basırıq. Bu işləmədi. Səbəbi nədir? Ümumiyyətlə hotkeylərlə işləyəndə diqqətli olmaq lazımdır. Əgər bizim klaviaturadakı dil seçimi Azərbaycan dilidirsə, o zaman hotkeylər ya heç işləməyəcək, ya da tamam korrekt olmayan bir formada işləyəcək. Ona görə İngilis dilində olmasına fikir verək və indi W-nu bastığımız anda Magic Wand aktiv olacaq. Məndə indi ən son istifadə olunmuş odur. Böyük ehtimal ki, siz W-nu bassaz, Object Selection tool'a gedəcəksiniz. Amma qohum məğrəbiyə dəyişmək üçünsə artıq bilirsiniz. Shift W və 2 addımdan sonra gedib çıxacaqsınız Magic Wand-a, sehirli çubuq. Bu aləti sehirli eləyən nədir? Niyə sehirli çubuqdur? Niyə bir toxunuşla hansısa selection problemlərimizi həll eləyəcək? Gəlin baxaq. Tutaq ki, belə bir möhtəşəm, pozitiv bir şəkil var və biz bu şəklin fonunu götürüb dəyişmək istəyirik, rəngini dəyişmək istəyirik, fona başqa hansısa bir cəngəllik qoymaq istəyirik. Yəni bir sözlə fonu seçmək lazım. Fon əsasən bizdə bir-birinə yaxın olan göyün fərqli çalarlarından ibarətdir. Ona görə Magic Wand'un məntiqi də budur, sehri də elə orada gizlənir. Yəni biz göyün müəyyən bir hissəsinə tıkladığımız anda seçdiyimiz hissəyə yaxın olan nisbətən tünd və nisbətən açıq göy rənglərin hamısını avtomatik seçmiş olacaq. Gəlin baxaq. Bu işin nəzəri tərəfi idi. Magic Wand seçilib, Layer Background-u seçmişəm, onsuz da avtomatik seçil olur və istənilən bir hissədə tıklayaq. Görürsünüz, yəni mouse'un kursorun altında olan göy rəngin qohum əqrəbəsi, yəni biraz tündləri və biraz açıqları avtomatik selection arealına daxil oldu, amma fikir verirsinizsə biraz yaxınlaşdıraq zoom tool'la. Müəyyən qədər açıqlığa qədər getdi, amma ondan daha açıq olan variantları götürmədi. Bunun səbəbi nədir? Niyə məsəl üçün bu göyü götürüb, amma daha açıqları götürmədi? Buna cavabdeh olan bir funksiya var. Magic Wand'u götürdüyümüz anda, aktivləşdirdiyimiz anda option barda bu alət üçün kifayət qədər bir çox, belə deyək ki, faydalı olacaq funksiyalar var. Onlardan da birincisi elə budur. Tolerance. Nə qədər yəni toleranslığı var bu seçimin. By default cari olaraq sizdə də yəqin ki, O2 olacaq. Yəni şərti sadə dillə izah eləyək. Seçdiyimiz nöqtədə, pikseldə rəng hansı rəngdə isə, ondan 32 vahid deyək şərti olaraq. Açıq və 32 vahid tünd göylərin hamısını seçdi. Mən isə istəyirəm ki, daha açıq göyləri də seçsin. O zaman götürüb bu toleransı artıraq. Yəni bunun bir əhatə dairəsi biraz daha genişlənsin. Nə qədər eləyək? Eləyək 100 tutaq ki, Enter basaq. Təbii ki, avtomatik dəyişməyəcək, çünki Selection'u təkrar tətbiq eləməliyəm. Ctrl D eləyək, Selection'u deselect eləyək. Və təzədən yenə həmin ərazidə bir dəfə tıklayaq. Və doğrudan da o möcüzə, o magic baş verdi və biraz əvvəl Selection'a daxil olmayan açıq çalarlar da artıq Selection'a daxil oldu. Bəs yaxşı, növbəti sual. Niyə Selection'ı, daha doğrusu bu göy rəngi seçdiyim anda ancaq bu hissələr seçildi? Burada da var o göy, burada da var, aşağıda da var, hətta bu məstanın üzərində də var. Niyə bu göylər seçilmədi? Buna cavabdeh olan növbəti bölmədə bizdə contiguous parametri, yəni bitişiklik, davamlılıq funksiyasıdır. Yəni hal-hazırda bitişik funksiyası aktiv olduğuna görə, yəni bir-biri ilə əlaqəli olan göy rəngləri seçdi. Buradakı göy rəngin bunlarla əlaqəsi yoxdur. Qarşısını kəsib digər rənglər. Ona görə bu davam eləyə bilmədi. Ctrl D eləyək, deselect eləyək. Gəlin contiguous parametrini deaktiv eləyək. Yəni artıq o bağlılıq lazım deyil. Bağlılığı nəzərə alma. Ey Photoshop deyirik, tamam. Magic Wand-la burada bir dəfə tıklayaq və gördüyümüz, daha doğrusu gözlədiyimiz hal baş verdi. Nəinki bura, nəinki daxildəki bu mavi göy tonlar, nəinki aşağı. Eyni zamanda bu məstanın üstündə olan mavi hissələr də seçilmiş oldu. Hətta bizim heç mavi kimi görmədiyimiz bəzi yerlər var ki, oranı da seçildi. Çünki mavinin çox geniş ətrafını biz götürmüşük. Bu yəni bizim işimizə yaramır, praktik olmadı. Geri qaydaq, bir dənə geri qaydaq və bu sadəcə məntiqi başa salmaq üçün idi. Əksər hallarda bizə contiguous yəqin ki, daha faydalı olacaq. Götürək, yaxşı, mən istəyirəm ki, bu hissələri də selection-a əlavə edeyim. Bizdə ümumiyyətlə bir selection-a
müəyyən bir hissə əlavə eləmək lazımdırsa, o zaman Shift-i basıb saxlayıb görürsüz Magic Wand-un simvolunun yanında bir plus işarəsi əmələ gəldi. Bu deməkdir ki, bu selection-a mən digərlərində artıq əlavə edəcəm. Burada tıkladım, burada tıkladım, burada tıkladım, burada və son olaraq burada. Gözəldir, yəni ki, əsasən istədiyimi almışam. Təbii ki, ideal deyil, burada bəzi yerlərdə selection buraları da giribdir. Yaxşı, əlavə eləmişəm, amma selection-dan çıxartmaq istəyirəm. İstəmirəm də bura olsun. Ümumiyyətlə, biz selection-dan kifayət qədər kompleks şəkildə işləyə bilərik. Yəni, şərt deyil ki, Magic Wand-dan başlamışam, oyunla da davam edeyim. Digər başqa bir selection alətini də bura qata bilərəm. Hətta bizim keçən dərsdə öyrəndiyimiz lasso tool ya da polygonal lasso tool. Bunu da bu siyahıya qatmaq olar. Mənim selection'ım var. İstəyirəm ki, bu hissə selection-a aid olmasın. Shift-lə biz selection-a yeni bir hissə əlavə edirdiksə, Alt-ı basıb saxlayanda isə seçəcəyimiz ərazi selection-dan kənar ediləcək, çıxılacaq. Əla, məsələn, baxın, yaxınlaşdırıram. Burada artıq hissə var. Bir dəfə də başqasını götürək. Götürək polygonal lasso tool. Alt-ı basıb saxladım. Tık, 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 tık və 2 dəfə tık. Avtomatik həmin isə deselect oldu. Və əslində rahatlıqla mən tutaq ki, bu hissəni fonunu götürüb silə bilərəm. Məsələn, götürək kiliddən çıxardaq. Silək ya da ki, ümumiyyətlə hansısa bir rəng verək fona. Fonun rəngi olsun, elə bax, şəklimizin üstündəki hansısa qəşəng neytral bir rəng. Yəni, selection harada istifadə oluna bilər, onun praktik tərəfini gördünüz, daha doğrusu Magic Wand. Gəlin history ilə birbaşa yenə şəklimizin orijinalına geri qayıdaq. Və bugünkü mövzumuzun növbəti, heç də bu Magic Wand-dan az magic olmayan növbəti bir alət, Quick Selection Tool. Əslində, Magic Wand burada indi işə yaradırsa da, biraz rənglərin hamar, bir-birinə yaxın olması halında bu kifayət qədər yaxşı işləyəcək. Əgər təbii ki, fonla obyekt arasında kontrast azdırsa, rənglər biraz daha qarışıqdırsa, Magic Wand orada bu qədər səliqəli nəticə verməyəcək. Bu halda əksər hallarda, yəni ki, Quick Selection Tool-a biz müraciət edirik. Quick Selection Tool eyni hotkey bunun üstündə keçərlidir. Özünü bir fırça kimi aparır, sanki bir fırça var, götürün artboardun üstündə gəzdirin, rəngləyin. Yəni, buna bir fırça kimi baxa bilərsiniz. Fırçanın ölçüsü bizdə Photoshopda ümumiyyətlə böyüyüb balacalaşa bilir. Yəni, çox böyüdü, gördünüz və çox kiçikdir, gördünüz. Yəni, bizə təxminən bu heyvanın qabaritlərinə uyğun bir ölçü lazımdır. Olsun bu şəkildə. Biz klaviaturanın hər dəfə bura gəlib fırçanın ölçüsünü, yəni Quick Selection ölçüsünü belə əllə böyütməmək üçün, daha doğrusu bu bölmə ilə böyütməmək üçün klaviaturada kvadrat mötərizələrlə, sol və sağ kvadrat mötərizələrlə bunu böyüdüb və balacalaşdıra bilərik. Təbii ki, ingilis dilinin aktiv olmağına da fikir vermək lazımdır. Deməli belə, müəyyən qabarit təyin elədik, aktivdir və başlayaq heyvanın üzərində gəzdirməyə. Görürsünüz, çox rahatlıqla gəzdirdiyimiz əraziləri başlayır seçməyə. Təbii ki, arzu olunmayan hissələrin də seçildiyini görürük. Tamam, əslində kifayət qədər yaxşıdır, amma bu hissə məsəl üçün mənə lazım deyil, oranın seçilməsini istəmirdim. Biz artıq bilirik ki, bir selection-dan lazım olmayan hissələri necə çıxarda bilirik. Bu Quick Selection-sında, Quick Selection brush-sında keçərlidir. Alt-ı basıb saxlayaq. Görürsünüz, alətin mərkəzində plus işarəsi var idisə, Alt-ı basanda o minus işarəsinə çevrilir. Düz çox belə kiçik idi, minnoşdur, amma olsun da. Və bu hissədə gəzdirək ehtiyatla. Mənim bu brushım çox böyüdür, ona görə gəlin bunu biraz balacalaşdıraq. Təzədən Alt-ı basıb saxlayaq. Tutaq ki, bu hissələri də selection-dan kənar eləyək. Yaxınlaşdıraq, balacalaşdıraq, Alt-ı basıb saxlayıb buranın üzərində gəzdirək. Bizim ümumiyyətlə selection-la bağlı iş prosesimiz belə olacaq. Yəni müəyyən hissəni selection-a əlavə edirik, müəyyən hissəni isə selection-dan çıxardırıq. Bir Quick Selection brush-ın yanına biz Magic Wand-ı da gətirə bilərik. Tutaq ki, götürək. Hər dəfə brush deyirəm, yəni alətin adı Quick Selection Tool-dur. Yəni brush sözünü unuda bilərsiniz. Götürək Magic Wand-ı. Məsəl üçün, bura bizim selection-a aid olunubdur. Magic Wand, Alt-ı basıb saxlayaq və tıklayaq burada və tıklayaq burada və tıklayaq burada. Eyni Magic Wand-da kimi arzu olunan hissələri əlavə eləyə bilərik, arzu olmayan hissələri isə çıxarda bilərik. Alt-la bir yerdə ataq bayra. Ümumi olaraq görünən odur ki, əsasən pis deyil. Təbii ki, səliqəsizliklər var, bunu təkmilləşdirə bilərik. Məsəl üçün,
düz hissələrdə, hansı ki, bu hissədə selection əlavə olunub, buralarda yəqin ki, polygonal lasso tool'dan da istifadə edə bilərik. Alt-ı basıb saxlayaq. Bizə lazım olmayan hissəni bu şəkildə düz formada select edib 2 dəfə tıklayaq. Tərsini eləməliydim shiftlə bir yerdən. Yəni tələsmədən eləyək. Shiftlə bir yerdə bu hissəni seçək. Bəzən orada seçilib yoxsa seçilməyib onu təyin etmək çətindir. Görürsüz, məni belə çaşdırdı. Ümumi iş prosesi bu. Burada biraz qalıb. Gəlin tənbəllik eləmədən buranı da biz selection-dan yığışdıraq keçin. Hər bir halda ideal olmayan yerlər olacaq. Əslində belə olması da yaxşı oldu. Biz yəni seçimi bir neçə alətlə necə təkmilləşdirə bilərik, arzu olunmayan hissələri necə yığışdırıb, lazım olan hissələri necə əlavə edə bilərik, onu da göstərmiş olduq. Alt lazım olmayan hissələri yığışdırır, shiftlə bir yerdə isə selection əlavələr olunur. Ümumi gündəlik manipulyasiyada, dizayn proseslərində bizə lazım olan Quick Selection və Magic Wand ilə tanışlığımız bu qədər. Əslində günümüzdə süni intellekt və Photoshop algoritmlərinin təkmilləşməsi ilə daha asan, hətta bəzən daha keyfiyyətli, bəzən bir tıkla ideal görüntülər verən, ideal seçimlər verən alətlərimiz də var. Onunla da növbəti dərsdə tanış olaraq, o vaxta qədər isə bugünkü bu iki selection alətini praktikadan çıxartmağı unutmayın. Növbəti dərsdə görüşərik.